Bəli, bugün alicənab bir avtomobilin çəkilişindəyik. Hörmətlə Audi A6 C7 Kuza. A6 C7 Kuza 2011-2018 illəri arası istehsal olunmuşdur və bizim avtomobilimiz hal-hazırda 2017 buraxılışıdır. MLB platforması üzərinə qurulub, hansı ki Volkswagen tərəfindən təkmilləşdirilmiş platformadır. İndi isə istəyərdim keçək mühərrik hissəmizə. Avtomobilimizin üzərində 3 litr həcmində TDI 6 silindr turbo mühərrik yatır və 326 at gücü, 580 Nm tork hasil eləyir ki, hansı ki 0-dan 100-ü 5,5 saniyə çəkir. Sürətlər qutumuz 7 pilləli S-Tronic, yəni qoşa muftalı sürətlər qutusudur. Yəni bunun da belə deyim, pillə dəyişmə aralığı 100-150 millisaniyə aralığındadır. Və əgər mövzu Audi isə, Quattro'dan danışmasaq olmaz. Avtomobilimiz təbii ki Quattro'dur və bu Quattro Haldex yox, Torsen sistemidir. Yəni ön təkər normalda 40, arxa təkərlərə isə 60% güc göndərilir və bu mexaniki şəkildə vəziyyətdən asılı olaraq dəyişə bilir. Keyless go, yəni açarsız daxil olma isə 4 qapının dördündə də mövcuddur. Boz səs sistemi və dizel istəyilməyəcəyiniz qədər unikal salon. Bu tür şahesərlərin incələməsini daha çox görmək istəyirsinizsə, izləmədə qalın.